Salam əziz şagirdlər. Bu gün keçirilən blok imtahanında fizika fənnindən 1-ci qrup üzrə sualların izahına baxaq. 31-ci sualda bizə deyilir ki, Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Müstəvi hava kondensatorlarından biri sabit gərginlik mənbəyinə qoşulub, digəri isə yükləndikdən sonra mənbədən ayrılıbdır. Hər iki kondensatorun lövhələri arasındakı məsafəni, yəni D-ni azaltdıqda bizə verilənləri, yəni uyğunlaşdırmağımızı istəyir Eyler-Venn diaqramında. Mənbəyə qoşulanda biz bilirik ki, U konstantdır. Mənbədən ayrılanda isə Q konstantdır. Ümumiyyətlə, tutumun S bərabərdir epsilon 0 S bölünsün D düsturuna görə məsafə azaldıqda tutum artır. Deməli, U konstant olduqda tutum hər ikisinə aid olduğuna görə, yəni tutumun artması hər ikisinə aiddir. Deməli, burada 1 hər ikisinə aiddir. Yük artır, Q bərabərdir S U düsturuna görə tutum artırsa, deməli yük də artır. U konstant olduqda. 2 bura aiddir. Lövhələr arasındakı gərginlik azalır. Təbii ki, bu U konstanta yox, Q konstanta aid olacaq. Q konstant olanda U bərabərdir. Q bölünsün S düsturuna görə S artanda U azalır, yəni gərginlik azalır. 3 bura aiddir. Enerjinin artması isə U konstant olduqda S kvadratı bölünsün 2-dən istifadə edirik. S artanda enerji də artır. 4 bura aiddir. Q sabit olduqda Q kvadratı bölünsün 2S-dən istifadə edirik. S artanda enerji azalır. 5 də bura aiddir. Yəni cavab Y variantı. 32-ci sualda deyilir ki, K nöqtəsinə uyğun halda təzyiq 20 kilopaskaldır. Biz baxaq, K nöqtəsində qiymət də verə bilərik. Deməli, biz bilirik ki, P, V bərabərdir nü, R, T düsturu ilə yazsaq. Birinci halda təzyiqi bizə 20 kilopaskal veribdir. P1 bərabərdir, belə yazaq, nü. Məsələn, bura yazaq T, bura yazaq V. Nü, R, T bölünsün V 20 kilopaskala bərabərdir. Görürük ki, K-dan M-ə doğru T V-dən asılıdır. Bu izobar prosesdir. İzobar prosesdə P konstantdır. Ona görə də M nöqtəsində də bu K nöqtəsi yazaq. M nöqtəsində də 20 kilopaskala bərabərdir təzyiq. N nöqtəsinə gələndə isə, məsələn, qiymət versək, bura 2T olur. Həcmi də 2V, 3V, 4V şəklində yaza bilərik. Onda P, N nöqtəsində də nü, R, 2T bölünsün 4V. Bu da eləyir nü, R, T bölünsün 2V. Biz nü, R, T bölünsün V-yə 20 dediksə, onda 20 bölünsün 2-dən N nöqtəsinə uyğun təzyiq 10 kilopaskal olacaq. Cavab 20 və 10. Yəni A variantı. 33-cü sualda biz əvvəlcə bu cisimlərin sürətlərini müəyyən edək. İkinci cisim 60-cı, yəni başlangıc koordinatı 60-dır. Sürətini tapsaq V2 bərabərdir x çıxılsın x0 bölünsün T düsturu ilə tapırıq təbii ki. Deməli, bunu tapdıqda biz 30 çıxılsın 60 bölünsün 10-dan mənfi 3 olduğunu müəyyən edirik. Birinci cisimin sürəti isə 30 bölünsün 10-dan deməli 3 metr bölünsün saniyəyə bərabərdir. İndi bunlar arasındakı məsafəni bizdən istəyir 4-cü saniyənin sonunda. Birinci cisimin deməli 4-cü saniyənin sonunda məsafəsini x0 və üstəgəlsin VT ilə tapsaq, biz görürük ki, başlanğıc koordinatı 0-a bərabərdir. Onda V vurulsun T-dən, 3 vurulsun 4-dən 12 metr olur. İkinci cisim isə x0 çıxılsın VT ilə yazırıq. Çünki x onun əksinə hərəkət edir. x0 60-dır, çıxılsın 3 vurulsun 4-dən, 60 çıxılsın 12-dən 48 metr. Deməli, bunlar arasındakı məsafəni tapanda isə təbii ki, 48-dən 12-ni çıxarıq. Bunlar arasındakı məsafə 36 metr olacaq. Yəni, x2-dən x1-i çıxırıq, aradakı məsafəni müəyyən edirik. Cavab Y variantı. 34-cü sualda bizdən katoddan çıxış işini istəyir. Tezliyi veribdir 8 vurulsun 10 üstü 14. Deməli, U-nu veribdir 0,6 volt. H-ı veribdir 6,6 vurulsun 10 üstü mənfi 34. Yeni də veribdir 1,6 vurulsun 10 üstü mənfi 19. Deməli, bunu necə tapırıq biz? Einstein tənliyi Y foton bərabərdir. Y kinetik üstəgəlsin A çıxış. Buradan A çıxışı tapdıqda Y foton çıxılsın, Y kinetik yazırıq. Fotonun yerinə, deməli, A çıxış bərabərdir. H nü çıxılsın, Y U yazırıq. Kinetikin də yerinə Y U yazırıq. Onda H-ın yerinə 6,6 vurulsun 10 üstü mənfi 34 vurulsun. Deməli, nü-nü 8 vurulsun 10 üstü 14 çıxılsın. Y-nin yerinə 1,6 vurulsun 10 üstü mənfi 19 vurulsun. Deməli, onu da yerinə 0,6 yazırıq. Deməli, bunu hesablayanda
Deməli, 6/6-nı 8-ə vursaq, bir dəqiqə, 6/6-nı 8-ə vurduqda 52/8 vurulsun 10 üstü mənfi 20. 1/6-nı da 0/6-ya vurduqda 0,96 vurulsun 10 üstü mənfi 19 verir. Biz bunu deməli belə yaza bilərik. 5,28 vurulsun 10 üstü mənfi 19 çıxılsın 0,96. Deməli 5,28-dən çıxacaq 0,96-na vurulsun 10 üstü mənfi 19. Bunu da hesapladıqda 4,32 vurulsun 10 üstü mənfi 19 almış oluruq. Yəni cavab B variantı. 36-cı sualda rahat sualdır. Enerjinin düsturudur. 2V bölünsün I kvadratı. Deməli, enerjinin, maqnit sahəsinin enerjisinin düsturunu yerinə yazsaq, L I kvadratı bölünsün 2 vurulsun I kvadratı. 2-lər gedir, I kvadratları gedir, qalır induktivlik, yəni Y variantı. 36-cı sual deyir ki, period nə qədər olmalıdır ki, tezlik 6 vurulsun 10 üstü 14 olduqda maksimumların ən böyük tərtibi 4 olsun. Delta D bərabərdir K lambda düsturu. Delta D bərabərdir K vurulsun. Lambdanın yerinə nə yazaram? S bölünsün nü yazaram. Onda yazaq hesablayaq. K-nı 4 veribdir. S-ni 3 vurulsun 10 üstü 8 verir. Nü-nü də 6 vurulsun 10 üstü 14 verir. Bunlar hesaplayandan sonra 2 vurulsun 10 üstü mənfi 6 metr, yəni 2 mikrometri alırıq. Yəni D variantı. 37-ci sualda qabarıq körpüdə cisim bərabər sürətlə hərəkət etdiyini göstərir. Körpün tən ortasında avtomobilə təsir edən qüvvə F bərabərdir M, J minus A ilə yazırıq. Burada M, J minus V kvadratı bölünsün R düsturundan istifadə edirik. Kütləni veribdir bizə 1,5 ton, yəni 1500 kiloqram. J-ni verib 10, sürəti veribdir 10 metr bölü saniyə, yəni kvadratı 100. Radiusu da veribdir 20 metr. Bu da bərabərdir 1500 vurulsun. Bu tərəf 5 edir, ondan 5-i çıxırıq 5. Deməli, bu edir 7500 Newton. Kilo Newtonu çevirəndə 1000-ə bölürük. 7,5 kilo Newton. Yəni cavab C variantı. 38-ci sualda biz bilirik ki, Coulomb qarşılıqlı təsir qüvvələri bir-birlərinə bərabər olacaq burada. Yəni, təsir əks təsirə bərabərdir. İkisi üçün də hesablayanda onsuz da düsturumuz F bərabərdir K, Q1, Q2 bölünsün R kvadrat deyil. İstəyirsiniz F1 yazın, istəyirsiniz F2 yazın. Yenə də bu düsturdan istifadə edəndə eyni qiymət alırıq. Yəni F1 F2-yə bərabərdir B variantı. 39-cu sualda biz baxırıq ki, sürtünmə əmsalı nə qədərdir, əvvəlcə onu müəyyən edək. Ümumiyyətlə, sürtünmə qüvvəsinin düsturu mü N-dir. Mü-nü buradan tapanda sürtünməni N-ə bölürük. 2, demək 0,4 bölünsün 2-dən 0,2. Digər üçün də hesablayanda 0,2 alırıq. Onda sürtünmə əmsalımız 0,2-dir. Onda biz reaksiya qüvvəsini tapanda sürtünmə qüvvəsini sürtünmə əmsalına bölərik. Sürtünmə qüvvəsini bizə 1,2 veribdir. Sürtünmə əmsalında 0,2 tapmışıq. Bu da edir 6 Newton. Yəni C variantı. 40-cı sualda dəyişən cəryan dövrəsi verib bizə. Biz bilirik ki, aktiv müqavimət, yəni rezistor qoşulan dəyişən cəryan dövrəsində I bərabərdir, IM bərabərdir, OM bölünsün R olduğuna görə burada cəryan şiddəti tezlikdən asılı deyil. Ona görə də rezistor qoşulan dövrədə, yəni aktiv müqavimətli dəyişən cəryan dövrəsində birinci lampanın parlaqlığı tezliyi azaltsaq da dəyişmir. Birincidə dəyişməz. İkincidə isə IM bərabərdir OM bölünsün XL olduğundan XL-in də yerinə OM bölünsün. XL-in yerinə omega L yazırıq. Omeganın da yerinə 2 pi nü L yazsaq, tezliyi azaldanda cəryan şiddəti artır. Cəryan şiddəti artırsa lampanın parlaqlığı da artacaq. Yəni cavab dəyişimiz və artır C variantı. 41-ci sualda bizdə F-nin 5 tənliyini veribdir. İnduksiya elektrik hərəkət qüvvəsini istəyir. Biz bilirik ki, induksiya elektrik hərəkət qüvvəsinin düsturu modulunu deyir deyə W yazıram. Delta F bölünsün delta T və yaxud F-nin zamanı görə törəməsi. Yəni biz bununla zamanı görə tərəmə alsaq 5 volt almış oluruq. Bu da 5-də sabiti verəcək. Yəni Y variantı. 42-ci sual doymuş buxarın izotermik sıxılmasında doymuş buxarda T konstant olanda deməli P, Rho, N də konstant olduğunu bilirik.
kütlənin necə dəyişdiyini istəyirsə, n bərabərdir rho v düsturundan, rho konstant olanda n v-dən düz asıdır. İzotermik sıxılma dediyinə görə, sıxılmaya görə həcm azalır, onda kütlə də azalır və daim buxarda izotermik prosesdə sıxlıq dəyişmir. Azalar dəyişməz, yəni A variantı. 43-cü sualda bizə 4 saniyə müddətində cismin getdiyi yolu istəyir. Sərtliyi veribdir 1000 Newton bölünsün metr. Yəni potensial enerjisinin zaman asılı qrafiki verilibdir. Onda biz tam enerjinin K xm kvadratı bölünsün 2 olduğunu bilirik. Burada bizə tam enerji 1.8-ə bərabərdir. 1.8 K-nı verib 1000 vurulsun xm-in kvadratı bölünsün 2. Buradan xm-i tapsaq 0.6 metr alırıq. İndi bizdən getdiyi yolu istəyir. Biz getilən yolu S bərabərdir 4xm t bölünsün t ilə tapırıq. 4 vurulsun xm 0.6 4 saniyə müddətində deyir 4. Periyod da verib 4. Onda alırıq daha doğrusu 0,6. Bu da edir 0,24 metr, yəni 24 santimetr. B variantı. 44-cü sual deyir ki, hansı maqnit selinin vahidinə uyğundur? Maqnit selinin vahidləri çoxdur. Fi bərabərdir 50 düsturundan çıxır. Sonra delta fi bərabərdir epsilon i vurulsun delta t-dən çıxır. Sonra deməli induktivlik vahiddə deməli bərabər olanda biz fi-ni məsələn epsilon i bərabərdir L vurulsun deməli vahidlər ümumiyyətlə çoxu idi bunun. Bizdə hal-hazırda məsələn i bərabərdir epsilon bölünsün deməli t-dən delta fi bölünsün daha doğrusu r-dən delta fi bölünsün deməli düsturları yazırdıq. Bizə deyir ki, Henry vurulsun amper. Deməli, biz bunu hardan tapırdıq? Fi bərabərdir 50-dən çıxır. Yəni, baxın, buradan çıxır. Bizə maqnit selinin vahidini verir, bəli. Bir düzdür. 10 vurulsun metr bu xüsusi müqavimətin vahididir. Bu deyil. Volt vurulsun saniyə. Baxın, volt vurulsun saniyə də buradan çıxır. Volt vurulsun saniyə. Daha sonra başqa nə düstur var idi? Deməli, Q bərabərdir fi bölünsün r-dən çıxırdı. Baxın, fi-nin yerinə Q vurulsun r yazanda kulon vurulsun ohm. Bir dənə də vahidi buydu. Daha sonra hansı vahidi var idi? Bir neçə vahidi var idi. Yəni ki, bizə verilənlər 1 və 3-dür. Cavab 1-3 olacaq. A variantı. Deyir, mənbələrdən hansı süni işıq mənbəyidir? Təbii ki, yanan şam burada süni işıq mənbəyi olacaq. 46-cı sualda deyir ki, cisimlərin sıxlıqları eynidir, həcmləri fərqlidir. Maye səthində üzür. Maye səthində üzür şəklini görürüksə, Arximед qüvvəsi ağırlıq qüvvəsinə bərabər olacaq. Yəni, mg-yə bərabər olacaq. Sıxlıqları eynidirsə, onda birinci üçün yazırıq rho v1 j, ikinci üçün də yazırıq rho v2 j. Burada rho cismin yəni sıxlığını bunun yerinə yazırıq. V2 j. Bunları yerinə qoyanda, yəni nisbətdən tapsaq bunlar gedir. Onda f1 bölünsün f2, v bölünsün 3v, onda f2 bərabərdir 3f1, yəni D variantı. Sonra 47-ci sualda deyir ki, ətalət hesablama sistemidir. Ətalət hesablama sistemi olması üçün cisim ya sükunətli olmalıdır, ya da bərabər sürətlər hərəkət etməlidir, yəni təcilsiz sistem olmalıdır. Burada x-in t-nin asılı qrafikində birincidə təbii ki, x sabitdirsə, cisim sükunətdədir, birinci olar. İkincidə x-in t-nin asılı qrafiki xətti asılıqda bərabər sürətlər hərəkətdə ikincidə olar. Üçüncüdə bərabər yeniləşən hərəkətdə təcil var, olmaz. Dördüncüdə bərabər sürətlər hərəkətdə götürürük. Beşincidə və altıncıda da sürət dəyişməsi olduğuna görə biz onu götürə bilmirik. Bizdə ətalət hesablama sistemi təcilsiz sistemlərdir və sürət sabit olmalıdır ya da 0 olmalıdır. Cavab 1, 2, 4, yəni C variantı olacaq. 48-ci sualda omeqanın bizdən müqayisəsini istəyir. A bərabərdir omega kvadratı R, omega da bərabərdir A bölünsün R kök altında. Biz buradan A-nın R-dən asılıq qrafikindən görürük ki, kök altında tangens alfadır.
Yəni bucaq əmsalını müəyyən edə bilərik. Onda koordinat başlanğıcından düz xətlər keçirsək, 1 ilə 2 bir düz xəttin üzərində olduğuna görə omega 1 omega 3-ə bərabərdir. Daha doğrusu 1 ilə 3 bir düz xəttin üzərindədir deyə. 2 ilə əmələ gətirdiyi bucaq 1 ilə 3-ün əmələ gətirdiyi bucaqdan böyük olduğuna görə omega 2 bunlardan ən böyükdür. Omega 2 böyükdür, 1 3-ə bərabərdir. Y variantı. Sonra 49-cu sualda sükunət vəziyyətindən hərəkətə başlayıbsa cisim, təbii ki biz bilirik ki, bərabər yeniləşən hərəkət edir, yəni təcridli sistemdir. Kinetik enerjinin gedilən yolun asılılıq qrafikini istəyir. Kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. Başlanğıc sürət sıfırdırsa, onda kinetik enerji bərabərdir görülən işə, o da bərabərdir F vurulsun S-ə. Kinetik enerji onda yoldan düz asılıdır, yəni A variantı. 50-ci sualda bizdən yükün qiymətini istəyir. Verilənləri də, yəni kütləni 2 vurulsun 10 üstü mənfi 26 verib, induksiyanı veribdir 20 milli Tesla, sürət də veribdir, radius da verib, küyünü istəyir bizdən. Biz Lorentz qüvvəsindən R bərabərdir MV bölünsün QB olduğunu bilirik. Buradan küyünü tapanda MV bölünsün R5 şəklində yazırıq. M nə qədərdir? 2 vurulsun 10 üstü mənfi 26, sürəti veribdir 1.6 vurulsun 10 üstü 5. Radiusu veribdir 50 sm, yəni 0.5 metr. İnduksiyanı da veribdir 20 milli Tesla, yəni 10 üstü mənfi 3. Bu şəkildə. Deməli, hesablasaq, bura 10, deməli, cavab 3.2 vurulsun 10 üstü mənfi 19 kulonu verəcək, yəni D variantı. 54-cü sualda qüvvə momentlərinin nə qədər olduğunu hesablayaq. Bu tərəf üçün qüvvə momenti, yəni M bərabərdir F-də olduğunu bilirik. Qüvvə momenti F vurulsun D-dən, 9 vurulsun 2-dən 18. Burada da qüvvə momenti 3 vurulsun 6-dan 18. Bunlar bir-birinə bərabər olduğuna görə tarazlıqda qalır. B variantı. 52-ci sual amper qüvvəsinə aiddir. L-i veribdir bizə 0.4, qüvvəni veribdir 20 milli Newton, cəri işlətini veribdir 5 amper, bizdən B-ni istəyir. Amper qüvvəsinin düsturu IB-L sinus alfadır. Maksimal olduğuna görə IB-L yazırıq. Buradan B-ni tapsaq, F amper bölünsün I-L şəklində yazırıq. Amperi veribdir 20 milli Newton, yəni 10 üstü mənfi 3. I-ni veribdir 5 amper, L-i də veribdir 0.4. Bu da eləyir 10 milli Tesla, yəni C variantı. 53-cü sualda bizə tam enerjini, biz bilirik ki, uzun nöqtələr tam enerjidir. Tam enerjini veribdir bizə 100 milli joule. Bizə deyir ki, A nöqtəsinə uyğun anda cərəyan şiddətinin ani qiyməti maksimal qiymətinin 2 dəfə azdır. I bərabərdir IM bölünsün 2. Uşaqlar, biz ümumiyyətlə bilirik ki, maqnit sahəsinin enerjisinin düsturu nədir? L kvadratı bölünsün 2. Tam enerjinin də düsturu L IM-in kvadratı bölünsün 2. Yəni, tam enerjidə maqnit sahəsinin enerjisi cərəyan şiddətindən kvadratik düz asılıdır. Əgər, deməli, ani qiymət maksimal qiymətdən, yəni amplitude qiymətdən 2 dəfə azdırsa, onda maqnit sahəsinin enerjisi tam enerjidən 4 dəfə az olacaq. Yəni, 10 kvadrat dəfə az olacaq. Onda maqnit sahəsinin enerjisi tam enerjinin 4 dəfə azdır. Yəni, 100 bölünsün 4 şəklində yazırıq. Bu da eləyir 25 milli joule. Onda tam enerjinin düsturu elektrik sahəsinin enerjisinin maqnit sahəsinin enerjisinin cəminə bərabərdir. Elektrik sahəsində tapanda 100-dən 25-i çıxıram, eləyir 75 milli joule. Yəni cavab 75. 54-cü sualda bizdən deyir ki, rezonans anında qüvvənin qiymətini hesablayan. Bizə nəyi veribdir? Tezliyi veribdir, amplitudu veribdir, kütləni veribdir. Onda F bərabərdir MA düsturundan M vurulsun 4 pi kvadratı XM nö'nün kvadratı. Yerinə qoyub hesablayarıq. M-i veribdir 100 qram, yəni 0.1 kiloqram vurulsun 4. Pi-nin kvadratını 10 veribdir. X-mi bizə veribdir 50 sm, yəni 0.5 metr. Nö'nü də veribdir bizə 2. 2-nin kvadratı 4. Bu da eləyir, deməli, nə qədər eləyəcək? 2, 2, burada da 8 Newton olur. Cavab 8 Newton. 95-ci sualda, deməli, beta parçalanma zamanı bizə deyir ki, nələr doğrudur? Biz bilirik ki, beta parçalanma zamanı nukleonların sayı dəyişmir. Yəni ki, elektron mənfi 1, 0-dan söhbət gedir. Beta parçalanma zamanı, məsələn, hansı bir zərrəciyin üzərinə beta parçalanmadır, düzdür? Z adı. Bu zaman Y, Z plus 1, yəni A şəklində olur, bir dəqiqə. Bu şəkildə yazdıqda beta parçalanma zamanı nə alırıq?
protonların sayı 1 vahid artır. Yəni elektron mənfi 1, 0 olduğuna görə. Elektronların sayı, protonların sayı 1 vahid artır. Nukleonların sayı dəyişmir. Çünki kütlədə də dəyişmir. Kütlədə də bilirik ki, nukleonların sayını göstərir. Z üstü gəlsin n-lə. Çünki protonların sayı 1 vahid artanda neytronun sayı 1 vahid azalır. Ona görə də nukleonların sayı dəyişmir. Nukleonların sayı dəyişmir, protonların sayı 1 vahid artır. 1, 3. Deməli, daha sonra bir dəqiqə. Məsələn, bunu bu şəkildə yox, belə yazaq. Ümumiyyətlə, beta parçalanma zamanı, daha yəni ki, ətraflı izah edeyim. Beta parçalanma zamanı biz bilirik ki, çıxan nədir? Elektron mənfi 1, 0. Ona görə bura Z plus 1, burada deməli A olsa bu şəkildə. Biz deyirik ki, yük 1 vahid artır, kütlədə də dəyişmir və element nə edirdi burada? Dövrü sistemin sonuna doğru yerini bir xana dəyişirdi. Cavab deməli 1, 3. 56-cı sualda bizdən ampermetrin göstərişini istəyir. Biz buradan nəyi hesablaya bilərik? Cərəyan şiddətini veribdir, müqaviməti də veribdir. Paralel birləşmə olduğuna görə gərginliyin nə qədər olduğunu hesablaya bilərik. IR düsturundan. 2 vurulsun 4-dən 8 volt. Onda bu hissədəki cərəyan şiddətini də hesablaya bilərəm. I bərabərdir U bölünsün N'dən. Paralel birləşmədə gərginlik sabit idi. Yəni digər üçündə 8 olacaq. 8 bölünsün 8 bu da edir 1 amper. Buradan da 1 amper cərəyan keçirsə, onda ümumi buradan 3 amper cərəyan keçəcək. Deməli, ampermetr göstərişi 3 amper olacaq. Sonra 57-ci sualda deyir ki, çubuğu deformasiya etdirən qüvvəni 2 dəfə artırdıqda sərtlik. Sərtlik bilirik ki, YS bölünsün L0-dan, yəni həndəsi ölçülərdən asılıdır. Bir də materialın növündən asılıdır. Ona görə də dəyişməz. 1Y. Mexaniki gərginlik sigma bərabərdir F bölünsün S düsturu ilə tapılır. Səthin sahəsi də deyir ki, baxın, en kəsin sahəsi sabitdir. S sabit olanda sigma F-dən düz asılıdır. Yəni, qüvvəni 2 dəfə artıranda mexaniki gərginlik də 2 dəfə artacaq. 2A-dır. Üçüncü də potensial enerji Y potensial bərabərdir F kvadratı bölünsün 2K düsturuna görə qüvvə 2 dəfə artırsa, potensial enerji də 4 dəfə artacaq. Deməli, üstə də S-dir. İndi gəlirik 58-ci suala. 58-ci sualda deyir ki, termistoru qızdırdıqda termistor yarımkeçirici cihazdır. Yarımkeçiricinin müqaviməti temperaturdan tərs asılıdır. Qızdırdıqca temperatur artır, temperatur artırsa müqavimət azalır. I bərabərdir U bölünsün R ümumi, yəni R üstə gəlsin R termistora görə. Termistorun müqaviməti azalırsa, cərəyan şiddəti artır. Onda ampermetrin göstərişi artır. I artır. Deməli, bir baxaq, qızdırdıqda deməli temperatur artdı. Cərəyan şiddəti artır. Cərəyan şiddəti artdığına görə, deməli, burada biz görürük ki, bizə rezistor verilibdir. Rezistorun müqaviməti dəyişmir. Rezistorun müqaviməti dəyişmirsə, U1 bərabərdir I vurulsun R düsturuna görə. Rezistor dəyişmirsə, cərəyan şiddəti artırsa, onda U1-in də göstərişi artacaq. U1-in göstərişi artdığına görə bizdə ardıcıl birləşmədə U1 üstə gəlsin U2-dir və bu cəm sabit qalması üçün voltmetrin göstərişi artırsa, U1-in göstərişi artırsa, U2-nin göstərişi azalmalıdır. Deməli, U2-nin göstərişi azalacaq. Cavab olar ampermetrin göstərişi. Yəni, düsturu belə yazırıq. Bu düstura görə ampermetrin göstərişi azalar. U1 bərabərdir IR-ə görə, cərəyan şiddəti artdığına görə U1-in də göstərişi artır. Deməli, bu cəmin sabit qalması üçün U2-nin göstərişi azalır. 59-cu sualda biz görürük ki, V-nin tədin asılı qrafiki verilibdir. Bura başlanğıc andakı sürətdir. Amma burada biz görürük ki, yəni qrafikdən də görünür ki, bu bizdə yerə dəyən andakı sürət deyil. Biz ümumiyyətlə bilirik ki, cisim şaquli yuxarı atılanda əvvəlcə yavaşan, sonra yeniləşən hərəkət edir və maksimum nöqtəyə çatanda son sürəti 0 olur. Burada da bunun son sürəti 0 olubdur. Ondan sonra sürəti 20-yə qədər artıb. Amma bu, onun yerə dəyən andakı sürəti deyil. Baxa görə bu neçə saniyədən sonra sürəti 20 olubdur. Təbii ki, burada başlanğıc sürəti 0. Yəni, digər hissə üçün başlanğıc sürət sayılsa, digər hissə üçün başlanğıc sürət 0-dırsa, bunun sürəti nə zaman 20 olur? 2 saniyədən sonra. JT düsturuna görə T bərabərdir V bölünsün J-dən, 20 bölünsün 10-dan. Deməli, 2 saniyə sonra bu cismin sürəti 20 olur. Yəni, buralarda bir yerdədir. 20 ilə hərəkət edir. Onda burada 2 saniyədən sonra 20 olubsa, yerdə nə qalır? 4 saniyə qalır. Onda maksimal qalxma hündürlüyünü tapanda JT kvadratı bölünsün 2-dən
Bu da eləyir 10 vurulsun. 4-ün kvadratı 160 bölünsün 2-dən eləyir 80 metr. 60-cı sualda, burada cavab olacaq 80 metr. 60-cı sualda rolun tedinaslıq qrafiki veribdir. Biz belə deyirik. Deyirik ki, rolun tedinaslıq qrafikinə əsasən P bərabərdir rho RT bölünsün M düsturunda. R də sabitdir, M də sabitdir. Rho T ilə tərs asıdır. Nə zaman P konstant olundu? Deməli, bu izobar prosesdir. İzobar prosesdə termodinamikanın birinci qanununa görə Q bərabərdir delta U üstəgəlsin A ştrix yazırıq. Deməli, burada biz bilirik ki, izobar prosesdə görülən iş 0,4 Q-yə bərabərdir. Daxili enerji də 0,6 Q-yə bərabərdir. Onda Q-ni bizə 100 kilojoule veribsə, görülən işdə 100-ü vursaq 0,4-də 40 kilojoule olacaq. Və burada görürük ki, temperatur artır. Temperatur artırsa A-nın, bizdən deyir ki, görülən işin istilik miqdarının asılıq qrafikini çək. A-in Q-dən asılıq qrafikini çəksək, deməli, bu şəkildə Q 100-dür, bu da 0,4-dür. Bu şəkildə olacaq. Deməli, uşaqlar, burada 59-cu sualda mən çaşıb maksimal qalxma hündürlüyünü hesaplamışam. Bizdən elə istədiyi maksimal qalxma hündürlüyü deyilmiş. Yəni, elə birbaşa qalxma müddətinin nə qədər olduğunu istəyilmiş. Qalxma müddətini nə qədər tapdıq? 4 saniyə müəyyən elədik. Yəni ki, burada işimiz daha rahatdır da birbaşa ilə maksimal qalxma hündürlüyünü tapırıq. Yəni, biz onu düsturla da tapa bilərdik. Deməli, burada bir dəqiqə təzədən baxaq həmin suala. Biz bilirik ki, şaquli yuxarı atılmış hərəkətdə deməli, VY bərabərdir. V0Y çıxılsın JT ilə yazsaq, biz də VY 20 götürsək. Deməli, buradan V0Y tapaq. V0Y bərabərdir. Deməli, VY üstəgəlsin JT. Bizdən VY nə qədər verib? Mənfi 20. J 10-dur. T-ni nə qədər verib? 6. Vurulsun 6. Bu da nə qədər eləyir? 40 metr bölünsün saniyə. Başlanğıc sürəti tapdım. Onu qalxma müddətində taparam. V0 bölünsün J-dən. Bu da eləyir 40 bölünsün 10-dan 4 saniyə. Oradan da məsələn maksimal qalxma hündürlüyünü istəsəydi, JT kvadratı bölü 2 ilə gedə bilərdiniz. Bu qədər.